bir məsələni tənbih edim. O da bəzi qardaşlar Allahın adını çəkəndə belə deyirlər. Allah Subhanahu taala. Allah Subhanahu taala deyir ki, belə. Allah Subhanahu taala ayəsidir. Allah Subhanahu taala. Yəni diqqət etmirlər dediyi sözlərin mənasına, mahiyyətinə. Allah Subhanahu taala deyilmir. Subhanahu taala ümumiyyətlə deyilmir. Çox təəssüflər olsun ki, bunu bəzən ərəb dilini bilən qardaşlar deyir. Subhanallah, yəni ərəb dilini bilir. Yəni sən bilmirsən ki, Subhanahu taala nə deməkdir? Subhanahu taala deyilmir. Yəni sən bilmirsən ki, Subhanahu və Taala olmalıdır. Yəni bunun mahiyyətinə varmırlar, subhanallah. Hətta bəzi, yəni Allah islah eləsin hamımızı, bəzi elm tələb edən qardaşlar belə deyir. Allah Subhanahu taala deyir. Subhanahu taala söz yoxdur. O Subhanahu və Taalədir. Ya deyirsənsə, denən Allah Subhanahu və Taalə, ya da Allah Subhanahu taala demə. Başqa şeydir. Allah Təbarəkə və Taalə və ya Allah Cəllə və Alə və ya Allah Əzzə və Cəllə, Allah Cəllə Cəlaluh və s. Bunlar hamısı deyilir. Yəni elm əhli, alimlər bu cür deyir. Allah Subhanahu taala heç kim demir. Subhanahu taala bir bax sözün mənasına. Subhanahu taala. Subhanahu taala yoxdur. O söz təsəvvür edin Subhanahu və Taalədir. Qısaldılıb, başqa formaya çevrilib olub Allah Subhanahu taala. Allah Subhanahu taala deyir ki, subhanallah, bunu adi siravi bir müsəlman desə, yəni eşidib ağızdan deyir, bilmir, mahiyyətinə varmır. Lakin bunu ərəb dilini bilən qardaş deyir. Yəni bilmirsən ki, Subhanahu taala deyil, Subhanahu və Taalədir. Subhanahu və Taalə. Bu hara? Subhanahu taala hara? Ona görə yəni buna diqqət etmək lazımdır. Allahın adını çəkəndə Allah Subhanahu taala demə. Allah Subhanahu və Taalə. Belə olur. Əgər heç nə demək istəmirsənsə, onda sadəcə denən ki, Allah Taala. Allah Taala. Allah Taala. Və belə. Uca Allah. Ya da Allah Təbarəkə və Taala. Allah Subhanahu taala deyilmir və bunu istədim qeyd edəm, yəni tənbih edəm. Ola bilsin ki, Allah Subhanahu və Taala eşidənlər üçün faydalı etsin. İxlasla.com saytı tərəfindən təqdim olundu.